اللهم صل على محمد وآل محمد. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على أشرف الأنبياء والمرسلين أبي القاسم محمد المصطفى وآله الطاهرين. Keçmiş bəhsimizdə müəyyən qədər müzakirə eləyəcəyimiz mövzunun müqəddimatını təqdim elədik. İnşallah bu günləri də yerdə qalan hissəsini təqdim edək və bu mövzuya bu qədər xətim verək. İbadətlərin, itaətlərin qəbul olunması üçün və müvəffəq olmağımız üçün Muhammed və Ali Muhammedə salavat zikr edək. Allahümme salli ala Muhammed və Ali Muhammed. Keçmiş mövzumuzda cihad bölgüləri haqqında danışdıq və cihad bölündü bir neçə bölgülərə əsasən ya 2 qismli ya 4 qismli. Nəfsin cihadı, şeytanla cihad, münafiqlərlə cihad, küfür və şirk əhli ilə cihad. Bunların hər biri ilə cihad növü fərq elədi və fiqhdə də geniş surətdə izah olunur. Onu mövzumuzun əsas hissəsi olaraq götürmək fikrim yoxdur. Və ikili bölgülərdən də qeyd elədik ki, nəfs Peyğəmbərimiz belə buyurmuşdu ki, səhabələr döyüşdən, ağır bir döyüşdən qaydanda siz kiçik cihaddan qayıtdınız, qarşınızda böyük bir cihad var. Yəni, can tələfatından şəhadət yetişmək mövzusunda Peyğəmbər buyurur ki, ən böyük nəfsinlə cihaddır. Yəni, bir nəfər şəhid olar. Amma nəfsi ilə mübarizəsi olmaya, həmən o şəxsin, belə deyək, cihad məqamı hər iki cihad məqamını özündə cəm eləyəndən aşağıdır. Məsələn, bir nəfər şəhid olur, həm cihad-ül əkbəri özündə cəm eləyib, həm də cihad-ül əsğəri. Amma bir nəfər şəhid olur, fəqət cihad-ül əsğəri özündə cəm edib, amma cihad-ı nəfsi olmayıb. Hər ikisi şəhiddir, amma məqam fərq eləyəcək. Və ikili bölgülərdən də üləmalar belə bir bölgü apararlar. Cihadun fillah, cihadun fi səbilillah. Allahda cihad və Allah yolunda cihad. Cihad fillahla cihad fi səbilillahın nə fərqi var? Və bugünkü mövzumuzdan bəlli olacaq ki, İmam Hüseyn əleyhissalam və İmam Hüseyn əleyhissalam kimi öncədən, qabaqcadan yaşamış Allah rəsulları cihadın müəyyən növünü seçiblər və həmən o növ onları bir növ düşdüyü durumda idarə edib. Yəni, cihadın növün seçirsənsə, həmən o növə uyğun da addımlarını atmalısan. Amma cihadın, məsələn, A növünü seçib, B növünün addımlarını atırsansa, sən düzgün seçim apara bilməmsən. Və yaxud da əks. Yəni, şəxsin öhdəsində belədir. Əgər cihadın müəyyən növünü seçirsə, o növə uyğun da hərəkət etməlidir. Addımlarını o növə uyğun atmalıdır. Cihad fillah, cihad fi səbilillah.
Allah yolunda olan cihad və Allahda olan cihad. Allahda olan cihadla Allah yolunda olan cihadın nə fərqi var? Üləmalar deyərlər, cihad fillah, cihadul məqasid, cihad fi səbilillah, cihad əmrullah. Deməli, Allah yolunda olan cihadla Allah cihadı arasında fərq, üləmalar belə deyir ki, cihad fi səbilillah, Allahın əmrlərini yaşatmaq, Allahın əmrlərini həyata keçirmək. Buna deyərlər cihad fi səbilillah. Amma cihad fillahsa məqadir. Məqadir nədir? Allahın təqdiri ilə, Allahın qəza və qədəri ilə şəxs özünü tənzimləməlidir. Bu ilk ibtidada bir az çətin olacaq bunu həzm eləmək, amma bəhs davam etdikcə müəyyən o sifətlər var ki, hər cihadın növündə şəxsdə olmalıdır. Onları bir yerə cəm eləyəndən sonra bizə bəlli olacaq ki, Allahda, Allahı özünə hədəf seçib cihad eləmək bir şeydir, Allah yolunda cihad eləməksə başqa bir şeydir. Başqa bir sözlə, cihad fillah, Allahı hədəf tutaraq cihad eləmək, cihad fi səbilillah, Allahın yolunda. Allahın yolu da Allahın əmrlərindən ibarət olan bir şeydir. Amma Allahda olan cihadsa Allahın özü. Yəni, fərq nədədir? Fərq ondadır ki, fi səbilillahda qarşıda düşmən olur. Amma fillahda isə qarşıda düşmən olmur. İkisi də cihaddır. Cihad fi səbilillahda döyüşməyə qarşında bir qoşun olur, bir tərəf olur. Amma cihad fillahda isə qarşıda döyüşməyə qoşun yoxdur. Necəsinə nəzər salar. Əvvəl ayəni xatırladım. Allah Teala deməli Ənkəbut surəsinin sonuncu ayəsində buyurur. Bismillahirrahmanirrahim. Vəllezine cahadu fina. O şəxslər ki, Allahı hədəf tutaraq cihad edərsə, Allahı hədəf tutaraq cihad edərsə, bu bir. Digər bir ayədə başqa kəlmə ilə təkrar olunur. Tövbə surəsi 20-ci ayədə. Allah Teala buyurur: "Əuzu billahi mineşşeytanirracim. Ellezine amenu ve haceru." O şəxslər ki, iman gətirib hicrət ediblər və cahadu fi səbilillahi bi əmvalihim. Üzr istəyirəm, mən o ayəni səhv saldım. Deməli, Həcc surəsi, bağışlayın. Deməli, birinci Ənkəbut surəsinin sonuncu ayəsi, ikinci Həcc surəsinin 78-ci ayəsi. Bismillahirrahmanirrahim. Və cahadu fillahi haqqa cihadihi. Allahı hədəf tutaraq cihad etdilər və cihadın Allah istədiyi haqqı, hansı həddə Allah Teala cihad istəyirdisə, o həddə də cihadı etdilər. Fəqət bu iki ayədə, bu iki surədə, Ənkəbut və Həcc surəsində və ikisində də, belə deyək də, sonuncu ayələrdir. Yəni, surə başlayır, sonuncu ayə, o 69 ayədir, bu da 78 ayədir. Hər iki surənin sonuncu ayəsi Allahı hədəf tutaraq cihad etmək. Yəni, soruşuram, bu cihaddan məqsədin nədir? Bir şəxs, fəqət Allah. Mənanı yaxınlaşdırmaq üçün İmam Əlinin o ibadət bölgüsünə baxaq. İmam Əli əleyhissalam ibadəti bölür 3 qismə. Deməli, bir qism cənnətə xatir. Bir onlar tacirlərin ibadəti. Bir qism cəhənnəm odundan qorxur. Abid, qulların ibadəti.
və bir qism də Allahı ibadətə əhl görür. Yəni, nə cənnət istəyirəm, nə cəhənnəm. Cənnəti istəmək, cəhənnəmdən qaçmaq bizim mövzumuzun hansı qismidir? Fi səbilillah. Amma Allahı ibadətə layiq görüb Allahdan başqasına ibadət olmaz. İbadətim yalnız və yalnız Allaha məxsusdur. Bu olur nə? Fillah. Deməli, cihad fillah, hədəf fəqət Allah. Azadların ibadətində cənnət, cəhənnəm şəxs nəzərdə tutur? Yox. Fəqət Allah. Bu oldu azad insanların ibadəti və bizim bölgümüzün birinci hissəsi. Cihad fillah. Allahdır hədəf. Amma ikinci növ ibadət, cənnət istəyirəm və cəhənnəmə düşmək istəmirəm. Bu da bizim bölgümüzün olur nə? İkinci hissəsi. Allah yolunda cihad etmək. Fikir biraz yaxınlaşdı. Tamam. Deməli, iki surədə, sonuncu ayələrdə, Ənkəbut 69 və Həc surəsi 78-də sırf Allah hədəf olaraq cihaddan danışılır. Və çox saylı ayələrdə də Allah yolunda cihaddan danışılır. Bir ayəni misal çəkirəm. Tövbə surəsi 20-ci ayə. Allah Teala buyurur ki, biz Əuzu billahi minəşşeytanirracim. O şəxslər ki, iman gətiriblər, hicrət ediblər və Allah yolunda fi səbilillah. Allah yolunda cihad eləyiblər, malları ilə, canları ilə. Allah Teala buyurur ki, ə'zam dərəcətən indəllah. Onlar Allah yanında ən əzəmətli məqam sahibidirlər. Mən keçmiş mövzuda da qeyd elədim. Cihadın növün seçmək o deməkdir, bu yaxşıdır, bu nədir, pisdir və yaxud bu üstündür, bu aşağıdır. Aydın? Amma belə deyək də, növ seçmək özü səni idarə edir. Sən seçdiyin növün əhkamına məhkum qalacaqsan. Əgər bir nəfər cənnəti hədəf tutaraq Allaha ibadət edirsə, bu adam səhv iş görür, günah eləyir. Xeyr, səhv iş görmür. Onu hədəf tutduğuna görə onu eləməlidir. Onun düşdüyü durum fərq eləyir. Onun düşdüyü durum fərq eləyir. Müəyyən əməllərə əməl eləməlidir. Amma Allahı əhl gördükdə nə cənnət istəyir, nə cəhənnəm istəyir. Bu şəxsin seçimi onu neynəyəcək? Başqa bir səmtdə aparacaq. Hər ikisi düzdür. Amma seçdiyin durum səni neynəyir? İdarə edir. Deməli, cihad bölündü iki hissəyə. Allahı hədəf seçərək cihad etmək, bir də Allah yolunda cihad etmək. İndi biz fərqi üzə çıxarmasaq dəlil və sübutla bizə tam aydın olmayacaq ki, cihad fillah nədir, cihad fi səbilillah nədir. O fərqi üzə çıxarmaq üçün bizə bir neçə müqəddimə lazımdır. İndi salavat zikr eləyək Muhammed və Ali Muhammedə. Biraz incəlik var, ona fikir vermək lazımdır. Vaxt diqqət edin. Ənkəbut surəsinin 68 və 69-cu ayələri. Onların ikisini bir yerə cəm eləyirəm və insanları bölürəm iki hissəyə. Deməli, 68 və 69-cu ayələr insanları bölür neçə hissəyə? İki hissəyə. Oxuyuram birincini, 68-i. Bismillahirrahmanirrahim. Və mən azlamu mimmən iftara aləllahi kəzibən əv kəzzəbə bilhəq ləmmə cəəhu
Əleysə fi cəhənnəmə məsva lil kafirin. Məzmun. O ayədən də əvvəl ayələr var. Məsələn, İzə rəkibu fil fulki də'ullaha muxlisinə lehuddin. Gəmiyə minəndə gəmi yırğalanır, orada nə yada düşür? Allah. Təyyarəyə minirsən, təyyarə yırğalanır, orada nə yada düşür? Bir nəfər məni xilas eləsin. İstədin, istəmədin də yapışırsan Allahın, deyək, məcazən ətəyindən. Fələmmə nəccəhum iləl bər. Deməli, bərrun oxuyanda ərəb dilində olur quru. Quru sahiyə ərəb dilində deyərlər bərrun. Əgər onu zəmmə ilə oxusun, burrun. Bərrun oxuma oxu, burrun. Olacaq mənası buğda. Buğda. Əgər onu kəsrə ilə oxusun, birrun, olacaq mənası salih əməl. Yəni, fəthə kəsrə zəmmənin yerini dəyişəndə məna da nə olur? Qarışır. Bu ayədə fəthə iləndir, bər. Allah Teala deyir, biz onları yaş, sudan, quruya çıxartdıqda, nəcat verdikdə nə olacaq? İzhum yüşrikun. Allah yaddan çıxdı. Allaha şərik qoşurlar. Bunlar nədir hamısı? Allahın nişanələri. Allahın birliyinə olan nə? Əlamət və nişanələr. Nişanəni yaşayır, amma nişanə onunla nədir? Davam etmir. Allah Teala da buyurur ki, bu şəxslərin bu addımının bir izahı var ki, onlar ya deməli, yalan sayırlar ki, bu yalandır və ya haqq gələndə Peyğəmbər gəlir, haqqı çatdırır, Peyğəmbəri neynirlər? Təkzib eləyirlər. Yəni, bir qisim insanlar Allaha yaxınlaşmaq istəmir. Yəni, Allah ayələrini təkzib eləyənlər Allaha yaxınlaşmaq istəyir, ya uzaq düşmək istəyir. Bu gəlir sualdır da, ha? Yaxınlaşmaq istəyir, ya uzaq düşmək istəyir? Uzaq düşmək istəyir. İndi gəlirik 69-cu ayə. وَالَّذ۪ينَ جَاهَدُوا ف۪ينَ. Allahı hədəf tutaraq cihad edənlər, yəni bəyaqçıların əksi. Əlaməti görəndə neynirlər? Nişanələri görəndə qəbul eləyirlər, dənizdə də olsa. Quruya çıxanda da o nişanə onu ilə neynir? Davam eləyir. Yəni, təkzib eləmir, unutmur. Bu insanların məqsədi nədir? Allaha yaxınlaşmaq. Deməli, bir qisim insanlar müəyyən əməllərlə ya təkzib eləmək və yaxud Nuh əleyhissalamın qövmü barmağın tıxıyır qulağına, nə deyirsən? Peyğəmbər bağırır, çığırır, uca səsi ilə haqqı çatdırır. Bu əl qulaqda olanda eşidəcək. Yəni, heç imkan yaratmır ki, onun vücuduna haqq kəlməsi yol tapsın. Yollar çoxdur Allahdan insan özünü uzaqlaşdırmaq üçün. Əlvi tax gələn qulağa və yaxud paltarların çəkirdilər başlarına ki, heç gözümüz Peyğəmbər görməsin. Quran ayəsi. Yollar çoxdur. Bir qisim insanlar bu yollarla özünü Allahdan neynədir? Uzaqlaşdırdı. Amma bir qisim insanlarsa əlamətləri, nişanələri görüb özlərini neynədilər? Allaha yaxınlaşdırdılar. Bu bölgünü aparmaqda məqsədim nədir? Allah Teala buyurur ki, yaxınlaşmaq istəyənə biz haqq yolu neynəyəcəyik? Göstərəcəyik. Deməli, lənəhdiyənnəhum subulənə. Haqq yolunu, Allaha aparan yolu biz ona neynəyəcəyik? Göstərəcəyik. O istəyir yaxınlaşsın. Mövzum budur, mövzum ayənin sonundadır. Deməli, Allaha yaxınlaşmaq və Allahdan uzaq düşmək, Allaha yaxınlaşmağın, Allaha hədəf tutaraq yaxınlaşmağın mükafatı nədir? Allah Teala buyurur ki, İnnəllâhə ləmə'əl muhsinin. Allah Teala kimlərlədir?
muhsinlərlədir. Qur'an-ı Kərimdə ihsan kəlməsi müxtəlif ayələrdə gəlib. Və onun özünün xüsusi təfsir bəhsi var ki, Həsən kəlməsinin Qur'an-ı Kərimdə hansı mənalarda gəlib? Allah Taala mühsinlərlədir. Mühsin, o mövzunu saxlayıram vaxtına, mövzumuza aid olan hissə. Allaha yaxınlaşmaq istəyən şəxsi Allah öz yoluna dəvət edir, yolları göstərir ona və deyir ki, bu şəxs nədir? Muhsindir. İnsan nə zaman muhsin ola bilər? Mövzumuza aid olan hissə budur. İnsan o zaman muhsin ola bilər ki, Allah ona nə olsun? Yaxın olsun. İki qism ayələr oxuyuram, diqqət edin, ya bu ardıcıllıq pozulsa aydın olmayacaq. Allah Taala bir neçə surədə, bir neçə ayədə buyurur. Məsələn, Ənfal surəsinin 1-ci ayəsi. Bismillahirrahmanirrahim. Yəsəlunəkə anil ənfal. Ey Peyğəmbərim, sən mənimlə xəlqimin arasında elçisən. Səndən soruşurlar, ənfal nədir? Qul, denən, əl-ənfalu lillahi və rasul. Ənfal məxsusdur Allah və Rəsuluna. Burada bir qiraət mövzusu da var, onu haşiyə kimi çıxım qayıdım. Ayənin məzmunu belədir ki, ənfal kimə düşür? Ənfal kimə verilməlidir? Amma tərcümələrdə yazılır ki, səndən ənfal barəsində soruşsalar, ənfal nədir? Burada iki mövzu var. Bir qism üləmalar bu ayəni belə başa düşüb ki, Allah Taala deyir ki, ey Peyğəmbər, səndən soruşsalar ki, ənfal nədir? Denən 1, 2, 3. Və bir qism üləmalar da başqa cür başa düşüb. Ənfal kimə verilməlidir? Allah Taala deyir ki, denən ənfal məxsusdur kimə? Allah və Rəsuluna. Allah və Rəsulundan başqa heç kimə ənfal çatmaz. Ənfal düşmür. Bu iki qiraət var. Qiraət fərqi ilə ayənin mənası da fərqlənir. Bunu bir mülahizə kimi bilmək lazım. Xülasə, ənfal nədir? Deməli, mərhum Seyyid Şubbərin təfsirində belə gəlir. Kullu ma uxidə min daril hərb bi qeyri qital. Deməli, müharibə sahələrində döyüş olmadan əldə olunan qənimətlər. Məsələn, Allah bizim ordumuzu, əskərlərimizi hifz zamanında saxlasın. Axırıncı hadisələrdə hücum elədilər, erməni qoyub qaçdı. O erməninin qoyub qaçdığı qənimətlər nə sayılır? Ənfal. Deməli, müharibəsiz, döyüşsüz, heç bir güllə atılmadan həmən o ərazinin sakinləri malını, dövlətini, silahını, filanını qoyub qaçırsa və müsəlman tərəfi gəlib onu götürürsə, müharibəsiz, döyüşsüz, əldə olunan mənfəətə deyilir nə? Ənfal. Bu bir mənası. Digər, kullu ardin la rabbə ləha. Və yaxud ənfalın mənası budur ki, sahibsiz torpaq sahələri. Məsələn, səhralar, düzənliklər, vadilər. Həmən bu torpaq sahələri kimindir? Allah və Rəsuluna. Məadin, təbii sərvətlər kimindir? Allah və Rəsuluna. Butunul əvdiyə, vadilərin daxili. Qatai'il muluk. Qatai'il muluk nədir? Şahlar qədim zamanda müharibə olurdu, qənimətlər toplanırdı bir sahəyə. Şah gəlirdi, harda o özü istədiyi, ya bahalı, ya hər hansı bir özəlliyi olan
bir şeyi neynirmiş? Götürürmüş. Şahın özünə götürdüyü qənimət bölünməzdən əvvəl, öncə əşyalara deyilir nə? Ənfal. Bu ənfal kimindir? Allah və Rəsuluna və yaxud mirasu mən la varisə ləh. Varisi olmayan əşyalar. Məsələn, ailədir, qəza olub və yaxud zəlzələ olub, zəlzələ nəticəsində bütün o mülkün sahibləri hamısı nə olub? Məhv olub aradan gedib. Varis yoxdur. Onun varisi kimdir? Allah və Rəsulü. Və müəyyən izahlar da var, işim yoxdur. Səndən soruşurlar, ənfal nədir? Denə ənfal bu qeyd elədiklərimizdir. Bu bir. Digər bir ayə, izahsız oxuyuram. Əhillə nədir? Təzə doğulan aylar nədir? İnsanlar üçün və həcc üçün vaxtdır. Qısa, deməli ayənin yerindəyim. Bəqərə surəsi 189. Sonra gəlirik 3-cü ayə. Bəqərə surəsi 219-217-ci ayələr. Deməli, haram aylar hansılardır? Üçü ardıcıl, biri fərqli. Zilqədə, Zilhiccə, Məhərrəm, bir də Rəcəb. Amma bir hədisimiz var, orada bu bölgələmə fərq eləyir. Deməli, orada Məhərrəm ayının yerinə gəlir Şəvval. Zilqədə, Zilhiccə, Rəcəb, Şəvval. Bir hədisdə belə gəlir. Amma məhşur üləmaların qəbul elədiyi üç ardıcıl, Zilqədə, Zilhiccə, Məhərrəm və Rəcəb. Məhşur budur. Haram ayları barəsində soruşurlar, denən filan. Orada döyüşmək böyük günahdır. Xəmr və meysir, qumar və içki haqqında soruşsalar, denən filandır. Əraf surəsi 187-də qiyamət günü barəsində səndən soruşsalar, denən onun elmi məxsusdur kimə? Allaha. Və buna bənzər ayələr çoxdur. Yəsəlunəkə, yəsəlunəkə. Bir ayə oxuyuram, sonra sizdən fərq istəyəcəm. Bu 4 ayə ilə həmən bu sonuncu ayənin nə fərqi var? Salavat zikr eləyək Muhammed var. Deməli, Bəqərə surəsi 186. Və izə səələkə ibadi. Bəndələrim səndən soruşsalar. O biri ayələrdə nə idi? Bəndələr soruşurdular da Peyğəmbərdən. Burada da bəndələr soruşur kimdən? Peyğəmbərdən. Ənni. Mən Allahın haqqında. Nə cavab verəcəksən? Ənfal nə idi? Peyğəmbər izah elədi. Haram aylar nədir? Peyğəmbər izah elədi. Əhillə nədir? Yeni doğulmuş aylar Peyğəmbər izah elədi. Filan şey nədir? Peyğəmbər az da olsa izah verir. Qiyamət günü və bundan böyük işi yoxdur ki, deyir onun elmi Allaha məxsusdur, bilgi verir. Amma bu ayədə Allah bəndələri Peyğəmbərdən soruşur. Allah deyir, əgər mənim barəmdə səndən soruşsalar, nə denən? Rəhmandir, rəhimdir filan belə. Necə? Eşitmədim. Ay maşallah, an ölənlər ruhuna salavat zikr edək. Deyir, bu suala cavab vermə. Mən onlara nədir? Yaxınım. Allah Teala buyurur, fə inni qarib. Yəni, Allah barəsində Peyğəmbərdən soruşsaq, Peyğəmbər nə cavab verəcək? Allah deyir, cavab vermə. Yəni, kimdən soruş? Allahın özündən.
Keçmiş suallara kim cavab verirdi? Peyğəmbər, Allah deyir ki, Peyğəmbər, bu yükü qoydum sənin öhdüvə, sən cavab ver. Ənfal budur, filan budur, filan budur. Amma Allah barəsində Peyğəmbərdən soruşulur, Allah Teala deyir, bəndələrimə de ki, mən yaxınam. Allah barəsində biz nə etməliyik? Başqa yerə getmək lazım deyil. Allah Teala bizə şah damarımızdan yaxındır. Allah yaxındır. Amma başqa ayələrdə Peyğəmbər özü həll edir, izah edir. İndi Allahın bu yaxınlıq, diqqət edin, Allah deyir nədir? Mən yaxınam. Allah kimə yaxındır? Bayaq dedim, mühsinlərə. Allah Teala kimi ilə bir yerdədir? Allah özü deyir, mən mühsinlərlə bir yerdəyəm. Yəni Allaha yaxın, Allah mühsünün yanındadır. Qeyri-mühsünsə Allahdan özünü neyniyib? Uzaq salıb. İndi Allaha yaxın olmaq, Allah həmən o şəxslə məiyyə bir yerdə olması təbii ki bizim etiqadımızda cisim filan, zaman, məkan etiqadı yoxdur. Allahın cismi var özünə məxsus, Allahın məkanı var özünə məxsus. Belə şeylər bizim etiqadımızda deyil, keçmiş dərslərdə izah eləmişəm. Həmən bu yaxınlığın yolları var, yollarından da biri görmək. Yollardan da biri nədir? Görmək. Kim gördüsə Allahı, Allah o şəxsə nədir? Yaxındır. Kim görmədisə, Allah o şəxsdən nədir? Uzaqdır. İndi, biraz qəlizdir, səbirli olun. İnşallah alındıra bilsək, xoş bizim halımıza. Salavat zikr edək Muhammed var. Deməli, Vəsail-i Şiyyənin 15-ci cildi 20228 nömrəli hədis. Həmən bu hədisin səhih sənədi belədir. Muhammed ibn Yahya nəql edir Əhməd ibn Muhammed İsa'dan, o da nəql edir Əli ibn Nu'mandan, Əli ibn Nu'man da Muaviyyə ibn Əmmardan, o da İmam Cəfər Sadiq əleyhissalamdan. Bu sənəd səhih sənəddir. Amma bu başqa kitabdadır. O kitab əlimdə olmadığı üçün Vəsail-i Şiyyədən mətni götürdüm, amma sənədsə başqa kitabda kəlmə fərqi ilə eynidir. Mətn. Deməli, Peyğəmbərimiz Həzrət Əli əleyhissalama vəsiyyətlər eləyir. Ya Əli, usikə fi nəfsikə bi xisal fəhfazhə. Bir neçə xislət tövsiyə eləyirəm, onları qoru. Sonra Peyğəmbərimiz Həzrət Əli əleyhissalam üçün dua eləyir, onun müvəffəq olması üçün. Əmməl ula, birinci, fəs-sıdıq, düz danışmaq. La yəxrucənnə min fikə kizbətun əbədən. Ağzından qiyamət gününə qədər bir yalan belə nədir? Çıxmasın. Bir tövsiyə. 2, 3, 4. Əl-xovfu minəllah kəənnəkə tərahu. Allahdan qorxmaq tövsiyəsi, amma necə? Sanki sən onu, Allah'a nədir? Görürsən. Səbirli olaq. Bu bir hədis Peyğəmbərimizdən. Gəlirik digər bir hədisə. İmam Əli əleyhissalam özü Nəhcül Bəlağədə Zi'lubul Yəmani adında bir şəxs, bəzi hədislərdə gəlir Yahudi bir kişi, amma Nəhcül Bəlağədə olan Zi'lib əl-Yəmani adında bir şəxs imama sual verir. Həl rəeytə Rabbəkə ya əmirəl-müminin, Rəbbüvi görmüsənmi?
Fəqalə əleyhissalam, İmam Əli əleyhissalam buyurdu, əfəə'budu ma la ərə, görmədiyim Allaha mən ibadət edərəmmi? Mən görürəm. Fəqalə Zə'ləb dedi, və keyfə tərə, necə gördüyü bizə vəsf elə. Qalə la tərahul uyun bi müşahədətil iyan. Bu təbii gözlə Allahı görmək nədir? Mümkün deyil. Yəni Allah gözlərlə görülməz. Lakin tudrikuhul qulub bi haqaiqil iman. Onu yalnız qəlbin gözü ilə görə bilərsən. Qəlbin gözü də imanın həqiqətləri orada olanda açılır. Haqaiqil iman. Haqaiqil iman, iman həqiqətləri qəlbdə varsa, o görür. Əgər yoxdursa, o nədir? Görmür. İmam Əli əleyhissalam da Allahı görməkdən danışır. Amma bizim etiqadımızda maddi görüşdən getmir söhbət. Peyğəmbərimiz də İmam Əli əleyhissalama tövsiyə eləyirsə, o tövsiyəyə özü əməl eləyir ya yox? İbadət elə, qorx, Allah səni görür. Və başqa bir hədisdə var, Allah səni görür və sən də onu görürsən Peyğəmbərimizin dilindən. Deməli, İmam Cəfər Sadiq əleyhissalam İshaq ibn Əmmara etibarlı bir sənədli hədisdə, deməli, Üsul Kafinin 2-ci cildində buyurur. Səhifə 67. Ya İshaq, xifillah. Allahdan qorx. Necə qorxun? Kəənnəkə tərahu. Elə bil ki, sən onu görürsən. İmam Əli əleyhissalam nədir? Yəni, Allah görülməsə, orada nədir? Qorxu olmayacaq, ibadət olmayacaq. İn kuntə la tərahu. Əgər Allahı görə bilmirsənsə, məsələn, biz İmam Əli əleyhissalam kimi Allahı nədir? Görmürük. Fə innəhu yərəkə. Neynə ginən? Etiqad elə ginən ki, Allah səni görür. Görürsünüz, fərq nə qədərdir? Birinci, Peyğəmbər və imamlarımız ibadətləri, bütün tövsiyələr nəyin üstündə qurulur? Onlar Allaha nədir? Görür. Amma bizim kimilər, biz Allahı görə bilmirik. Etiqadımız nə olmalıdır? Allah bizi görür. Deməli, ən uca məqam Allahı görərək ibadət eləməkdir. Ən aşağı məqamsa nədir? Allah məni görür. Mən görə bilmirəm, amma Allah məni nədir? Görür. Deməli, hər ikisi belə götürəndə kafirə, münafiqə, ona buna baxanda uca məqamdır. Amma məqamlar öz aralarında nədir? Fərq eləyir. Hədisin sənədi də etibarlıdır. İndi, deməli, bu hədislərdə gəldi ki, Allahı görmək. Amma bir kəlmə bizə lazımdır ki, Allahı görməyin sinonimi Peyğəmbərin dilindən. Deməli, Bihar-ül Ənvarda cild 56, səhifə 260 35 nömrəli hədis. Hədisin sənədi zəifdir. Amma bu oxuduğumuz etibarlı hədislərlə özünü neynir? Gücləndirir. İbn Abbasdan Əllamə Məclisi nəql eləyir. Yəni, İbn Abbasa qədər sənəd yoxdur. İbn Abbasa qədər hədisin sənədi yoxdur. Əllamə Məclisi bilafasilə nəql eləyir İbn Abbasdan. Hədisin məzmununda çox şeylər var. Bizim mövzumuza aid olan hissə. Deməli, Cəbrail əleyhissalam Peyğəmbərimizdən bir neçə sual soruşur. İslam nədir?
İman nədir? Peyğəmbərimiz hamısına cavab verir. Cəbrail əleyhissalam da deyir, sadaqda, düz deyirsən, düz deyirsən. Sual verir və təsdiqləyir. Və suallardan biri mövzumuza aid olan hissə. Ya Muhammed, salavat çəkdir. Məl ihsan. O ayədə oxuduq axı, Allah Taala kimlərlədir? Muhsinlərlədir. İhsan məsdərdir. Muhsin faildir. İhsan nədir? Cəbrail əleyhissalam Peyğəmbərimizə sual verir. Qal, Peyğəmbərimiz buyurdu, ən tə'budəlləhə kəənnəkə tərahu. Allaha ibadət eləyəcəksən, sanki sən onu neynirsən? Görürsən. Və innəkə in lə tərahu. Əgər onu sən görmək qüdrətində deyilsənsə, fə innəhu yərəkə. Belə etiqad eləyirsən ki, Allah səni görür. Bayaqçı oxuduğumuz səhih sənədli hədis. İmam Cəfər Sadiq əleyhissalam nədir? İshaqa nəql elədiyi vəsiyyətdə. Eyni Peyğəmbərin sözü. Deməli, ihsan nədir? İbadətdir. Amma ibadətin hər növü deyil. Allahı görürəm, görə bilmirəmsə də o məni görür. Bu əməliyyata, bu bölgəyə deyilir nə? İhsan. İndi Allah Teala Quran-ı Kərimdə deməli, vəllezine cahadu fina, Allahı hədəf götürərək cihad edənlər, Allaha yaxınlaşmaq istəyənlər, Allah onları öz yoluna çəkəcək və Allah Teala mə'al muhsinin, Allah Teala mühsinlərlədir. Muhsin olmaq üçün nə etmək lazımdır? Görmək lazımdır. Görüş olmasa, görmək məqamı şəxs əldə eləyə bilməsə, o şəxs Allaha yaxındır ya uzaq? Fərq edir. Yaxınlığın da özünün mərhələləri var. Deməli, özümüzü çaşdırmayaq. İki qism ayələr oxudum. Bir qism ayədə Peyğəmbər özü deyir nə? Bu şeyin izahı budur. Yəni, mənim öhdəmdədir. Amma Allahın haqqında soruşanda Peyğəmbər nə dedi? Allah mənə deyib ki, mən sənə yaxınam. Yəni, öz üçündə axtar. Və Allahın insanla bir yerdə olması üçün nə lazımdır? Şəxs möhsin olmalıdır. Möhsin olmaq üçün nə lazımdır? Görmək lazımdır. Və o görənlər də kimlərdir? Peyğəmbər və imamlarımız. İmamlarımız deyir nədir? Biz ibadət eləyirik Allahı görərək. Amma bizim ibadətimiz necədir? Allah bizi görərək. İndi Allahı hədəf seçərək cihad etsə şəxs, onun mükafatı nə olacaq? Muhsin. Yox, onunla işin yoxdur. Fisəbilillah da cənnət qazanacaq və fillah da cənnət qazanacaq. Amma cənnət qazananların mükafatı fərq eləyir. Əgər Allahı hədəf seçərək cihad eləyirsə, onun mükafatı nədir? Allah möhsünlədir. Allah möhsünlədir. Yəni, Allaha ən yaxın olan şəxslər kimlərdir? Möhsinlərdir. Hardan oldu yaxın, necə oldu yaxın? Deyir, görür. Amma o fisəbilillah şəhid olanlarsa nədir? Allah bizi neynir? Görür. Allahı hədəf seçən Allahı görür. Amma fisəbilillah cihad eləyənsə nədir? Allah onu görür. Fərq aydın oldu? Tamam. İndi bu bir fərq. Gəlir digər fərqə.
Həc surəsinin 78 sonuncu ayəsi. Diqqət eləyək. Allah Teala buyurur ki: "Və cahadu fillahi haqqa cihadihi." Cihadın haqqını ödəyərək Allahda cihad edənlər, Allahı hədəf seçərək cihad edənlər. Ayə gəlir. Va'tasimu billah. Va'tasimu billah nədir? Necə? Allahdan yapış. Başqa bir ayədə isə deməli götürək Ali İmran surəsi 103. Bismillahirrahmanirrahim. Va'tasimu bihablillahi cemi'an. Hamı nədən yapışmalıdır? Allahın ipindən. Amma Həc surəsinin sonuncu ayəsində nə gəlib? Hamı yapışmalıdır Allahın ipindən. Amma bir qism insanlar var, onlara aid deyil bu hüküm. O cəmdən istisnadır. O kimlərdir Allahın ipindən yapışmamalıdırlar? Allahı hədəf seçərək cihad edənlər. Onlar Allahdan yapışır. Amma fi səbilillah Allahın ipindən yapışır. Bu digər bir fərqdir. İndi cihadın haqqını ödəyərək cihad edənlər kimlərdir? Deməli, Muntəhəl Matlab fi Təhqiqil Məzhəb Əllamə Hillinin 13-cü cild səhifə 282. Həzrəti Əli əleyhissalamın ziyarətnaməsi qeyd edir, hərəmə deməli dəstəmaz al, yavaş-yavaş yeri, tələsmə, daxil olanda denən Elhamdülillahilləzi əkraməni bi-mə'rifət Rəsulillah. Həzrət Əli əleyhissalamın hərəminə girəndə ilk dilindən çıxan söz belə olmalıdır. Həmd olsun o Allaha ki, mənə fəzilət bəxş elədi Peyğəmbəri tanımağımla. Yəni Peyğəmbərimi tanımaq mənə şərəf gətirdi. Müəyyən kəlmələr və cahətdə fillahi həqqə cihadihi. Allaha hədəf tutaraq cihadın həqqini ödəyərək kim cihad eləyib? İmam Əli əleyhissalam. Bu İmam Əli əleyhissalam. Gəlirik Şeyx Mufidin Əl-Muqni'ə kitabına. İmam Hüseyin əleyhissalamın ziyarətnaməsi. Bu çapla 469. Müəyyən kəlmələr qeyd edir. Əssalamu aleykə ya ibn Rasulillah, ya ibn Əmirəl Möminin, ya ibn Fatimətə Zəhra ta axıra qədər və cahətdə fillahi haqqə cihadihi. Allahı hədəf tutaraq cihadın haqqını ödəyən kimdir? İmam Hüseyin əleyhissalam. Gəlirik İmam Musa Kazım əleyhissalam ziyarətnaməsində və cahətdə fillahi haqqə cihadihi. Allahı hədəf tutaraq cihadın haqqını ödəyərək cihad eləyən kimdir? İmam Musa Kazım əleyhissalam. İmam Cavad əleyhissalam və cahətdə fillahi haqqə cihadihi səhifə 483-də. Allahı hədəf tutaraq cihad elədi və cihadın haqqını neynədi? Ödədi. Bu müəyyən imamlar bütün əhl-i beytin haqqında, məsələn İmam Həsənin haqqında varmı? İmam Zeynəlabdin haqqında varmı? Deyirəm, bəli var, tələsmə. Şeyx Səduqun Uyun Əxbar-ı Rıda kitabı bu çapla səhifə 491. Deməli, ünvan belədir. İmam Rıza əleyhissalamın
və yaxud bütün imamların ziyarətnaməsi. Səhifə 491-də kəlmələr, çoxlu, təriflər, məqamlar filanlar cahədtum fillahi haqqə cihadi. Cahədtum. Siz əhl-i beyt Peyğəmbərdən ta sahib zamana qədər salavat çəkir. Cahədtum fi səbilillah yox ha. Cahədtum fillah. Allahı hədəf tutaraq cihad etdiniz və cihadın haqqını neynədiniz? Ödədiniz. İndi təzədən qayıdıram Quran ayəsinə. Ənkəbut surəsinin sonuncu ayəsi. Əllezîne cahədu fînə. Allahı hədəf tutaraq cihad eləyənlər. Səhih mötəbər bir hədis varmı ki, onlar fillah cihad eləyənlər əhl-i beytdir. Üsul Kafinin 1-ci cildi, səhifə 191. 4-cü hədis. Hədis 1-ci məclisinin nəzərində səhihdir və 2-ci məclisinin nəzərində isə həsəndir. Hər iki halda hədisin sənədi nədir? Etibarlıdır. 4-cü hədis. Bismillahirrahmanirrahim. Və cahədu fillahi haqqə cihadihi. Allahda, Allaha hədəf seçərək, deməli, Həd surəsinin sonuncu ayəsi, onun təfsiri. Və cahədu fillahi haqqə cihadihi və huvə ictəbakum. Allahı hədəf seçərək cihad etdilər və cihadın haqqını ödəyərək Allah sizi seçib. Həmən bu ayənin kimi seçib? İmam Baqir əleyhissalam buyurur. Ayəni oxuyur, buyurur. İyyana ana. Bizi nəzərdə tutur Allah Teala. Başqasını nəzərdə tutmur. Bu da səhih sənəd hədisdir. Deməli, Həd surəsinin 78-ci ayəsində Allahı hədəf tutaraq cihad edən imam deyir ki, bizdən başqa, yəni bu məqam bizə məxsusdur. Onu arzulaya bilərsən, amma əldə eləyə bilməzsən. Deməli, mövzumuzun sonu. İbrahim əleyhissalam oda atılanda, ünvan deyim, fəqət sual soruşacağım səyində. Şeyx Səduqun Əmali kitabı, səhifə 350, Məclis-i Səb'un, 70-ci məclis. İbrahim əleyhissalam deməli, mancanaqa qoyulur, atılır oda. O oda atılan zaman fasiləsində Cəbrail əleyhissalam yaxınlaşır, belə bir söz deyir. Deməli, salavat zikr eləyək Muhammed və Ali Muhammed. Fəltəfətə ilə İbrahim əleyhissalam fəqalə. Cəbrail əleyhissalam İbrahim əleyhissalama üz tutaraq dedi: Həlləkə min hacə. Bir ehtiyac varmı? Yəni odun içinə atılır, elə bir nəfər dağdan başı üstə gəlir aşağı. Cəbrail əleyhissalam soruşur: Nəyə ehtiyacın var? Nə istəyərsən? Təbii ki, şəxs nəcat tapmaq, xilas olmaq. Amma Peyğəmbər belə qəribə cavab verir. Əmma iləykə fəla. Səndən heç nə istəmirəm. Peyğəmbərin bu cihadı hansı növ cihaddır? Fillah. Fillah cihad olanda deməli qeybdən istifadə nədir? Yoxdur. Allahla özündən başqa heç kimi nədir? Görmək istəmir.
Cihadın növü budur. Amma o demək deyil ki, imamın fi səbilillah cihadı yoxdur. Mən əvvəl də dedim, indi də təkrar edirəm. Cihadın növrənin seçmək o demək deyil ki, məsələn, o yaxşıdır, bu pisdir, onun məqamı ucadır, bunun məqamı yox. Hərəsinin öz yeri. Əgər fillah seçdinsə, dağdan aşağı gələndə də Cəbrail əleyhissalama, İbrahim əleyhissalam nə deyəcək? Çöndən üçün üstəbə. Deməli, İmam Hüseyin əleyhissalam mühsinlərdəndir ya yox? Mühsinlərdən. Mühsinlər Allahı görür ya yox? Allahı görə başqasına müraciət eləməyin mənası yoxdur. İndi Üsul Kafinin 1-ci cildi bu çapla səhifə 478-də səhih sənəd hədis 672 nömrəli hədisdir. İmam Baqir əleyhissalam buyurur: Ənzəlallah Teala nasra aləl Hüseyin. İmam Hüseyin əleyhissalama Allah Teala yardımı nazil elədi. Səmanın yeri nə qədər məsafə varsa hamısını əhatə etmişdi. Sümmə xuyyirə. İxtiyar verilib imamın özünə. Ya qələbə qeyd eləyəcək, zəfər qeyd eləyəcək, ya da liqaullah, ya da Allahla görüşəcək. Əgər imamın cihadının növü fi səbilillahdan olsaydı, bəli, Bədirdəki kimi, məsələn, ayəni oxuyum, deməli, Allah Teala buyurur, Ali İmran surəsi 123 və 124-cü ayələr. وَلَقَدْ نَصَرَكُمُ اللّٰهِ بِبَدْرٍ. Allah Teala sizə Bədirdə neynədi? Yardım elədi, kömək elədi. وَأَنْتُمْ əzillə. Əzillə zəlilin cəmidir. Zəlil yəni zəif. Zəif, məğlub haldaydınız. فَاتَّقُوا اللّٰهِ لَعَلَّكُمْ تَشْكُرُونَ. وَإِذْ تَقُولُ لِلْمُؤْمِنِينَ أَلَنْ يَكْفِيَكُمُ اللّٰهِ أَنْ يُمِدَّكُمْ رَبُّكُمْ بِثَلَاثَةَ آلَافٍ مِنَ الْمَلَائِكَةِ مُنْزَلِينَ. Deməli, 3000 mələkə, sonra 5000 mələkə. Həmən bu növ istifadə tərzi daxil olur nəyə? Fi səbilillahın dairəsinə. Amma fillah olanda isə orada nədir? Mələkə yoxdur. 2 hədis oxuyuram, onu ilə də mövzunu xətm eləyirəm. Bihar-ül Ənvarın 44-cü cildi səhifə 331. Ya Şeyx Mufid, ya Əllamə Məclisi. Da o qədər vaxtım olmadı ki, bu vəcəttunu, bu şəxs əvəzliyi hara qayıdır, onu axtarım tapım. Fəhrəstdə yazılmışdı Şeyx Mufid. Amma o hissədə Əllamə Məclisidir, ya odur, dəqiq yadımda deyil. Əla kullaha. Vəcəttu fi ba'dil kutub. Kitabın adını qeyd eləmir. Deyir, bəzi kitablarda görmüşəm, Ənəhu aleyhissalam ləmmə əzmə aləl xuruc minəl Mədinə. İmam Hüseyin əleyhissalam Mədinədən çıxmaq qərarına gələndə Ummu Sələmə onun namı əməlinə salavat göndərir. Ummu Sələmə gəlir İmam Hüseyin əleyhissalama belə bir söz deyir. Ya büney, la tuhzinni bi xurucikə iləl İraq. İraqa gedməyinlə məni kədərləndirmə, qəm-qüssə dənizinə qərq eləmə. Sənin babondan eşitmişəm ki, İraqda, Kərbəla deyilən yerdə səni öldürəcəklər. Getmə. Fəqalə ləha. İmam Hüseyin əleyhissalam Ummu Sələməyə dedi. Ya ummah, ey ana, və ənə vallahi ə'ləmü zəlik. And olsun Allaha, sən dediyi mən bilirəm. And olsun Allaha, sən dediyi mən bilirəm. Və inni məqtulun la məhal. Mən yəqin öldürüləcəyəm, bunu bilirəm. Fə inni vallahi la a'raful yawmilləzi yuqtal fih. Hətta o gün ki öləcəm,
həmən günü də bilirəm. Və ə'rifu mən yəqtulini, məni qətlə yetirəni də bilirəm kimdir. Bastırılacağım yeri də bilirəm. Əhl-i beytimdən olan mənim köməkçilərimi öldürənləri də bilirəm kimdir. Hətta o qəbir ki, orada dəfn olunacam, istəyirsən onu göstərim sənə. İmam Əli ilə Kərbəla səmtinə işarə eləyir. Ümmü Sələmə deyir, elə bir yer çöktü. Və imamın əskərlərinin və dəfn olunacaq yeri nədir? Gördüm. Və şiddətlə ağlamağa başladı. Və səlləmtu əmri ilallah. İmam deyir ki, mən bütün işlərimi Allaha tapşırmışam. Fəqalə ləhə, ya umma. Mövzunun sizə çatdıracağım hissəsi budur, mövzumuza aid olan hissə. Ey ana, qəd şə'əlləh əzzə və cəl ən yərani məqtula, məzbuha. Allah Teala məni istəyir ki, necə görsün? Şəhid. Allah istəyir ki, məni necə görsün? Şəhid. Və Üsul Kafidə hədisi oxuduq. Deməli, qələbə nazil oldu, kömək nazil oldu, yerlə göy, saysız hesabsız və imama ixtiyar verildi ki, ya qələbə çal, ya da Allahla görüş. İmam Kərbəlaya getməmiş nə deyir? Allah istəyir ki, mən nə görsün? Şəhid görsün. İndi Allahın istəyini qabaqcadan bilmək nəyi seçəcək? Təbii ki, Allahla görüşü. O bilgilər hardan əldə olunur? Möhsün olmaqdan. Möhsün olanda şəxs Allahı nədir? Görür. Allah onunladır. Ey Peyğəmbərim, səndən soruşsalar, de bu cür nədir? De, onun izahı belədir, bunun izahı belədir. Amma mənim haqqımda soruşsalar, cavab vermə. Dinən Allah nədir? Yaxındır. O yaxınlığı tuta bilmirik. O yaxınlığı kim tutub? O yaxınlığı kim yaşayır? İmamlarımız. İmamlarımız Allah deyir, mən imamlanam. Görür. O görüş dediyim kimi bu, yəni cismani, bu İmam Əli Əleyhisselam nədir? Bəsərlə yox, bəsirətlə görməkdən gedir söhbət. Və sonuncu hədisimiz, bu hədisin bir hissəsini mən başa düşməmişəm, başa düşən olsa, mən ondan canla başla qəbul edərəm izahı. Deməli, qədim kitablarımızdan biri Nəvadir Əl-Mu'cizat fi Mənaqibil İmmətil Hudat Təbərinin bizim hicrətin 400-cü illərində, vəfatı 411-ci ildədir. Yəni 300 və 400-cü illərin alimidir. Təbəri məşhur iki təbərimiz var. Bir təbəri sünni təbəri, bir də şiyə təbəri. Belə deyək də, Allahın hikməti necədir? Şiyə təbərinin adı Məhəmməd. Sünni təbərinin də adı nədir? Məhəmməd. Şiyə təbərinin atasının adı Cərir. Cərir. Sünni təbərinin atasının da adı Cərir. Şiyə təbərinin babasının adı Rüstəm. Sünni təbərinin də babasının adı Rüstəm. Şiyə təbərinin, sünni təbərinin bu silsiləsinə baxanda adlar eynidir. Bir zaman fərqi var. O sünni təbəri qabaq yaşayıb, təqribən 300-cü illi. Bu bir. Bir də ki, sünni təbərinin
Babası Rüstəmdən sonra Yeziddir. Amma bizim Şiə təbərinin babası Hüseyn. Orada fərq eləyir. Yəni ata, ad, ata, baba üçü də nədir? Eynidir, fəqət ulu babada deyək. Deməli, Muhammed İbn Cərir İbn Rustum İbn Yezid Tabari olur Sünni. Muhammed İbn Cərir İbn Rustum İbn Hüseyn olur nə? Şiə təbəri. Yəni, çox belə təsadüf deməyək, indi Allahın işidir də. Şiə təbərinin Mənar, deməli, Nəvadiril Mücizat kitabı var, Əhl-i Beytin fəziləti haqqında. Bu çapla, deməli, 75-ci hədis. Deməli, hədisdə qeyd olunur ki, İmam Hüseyn əleyhissalam İraqa çıxmazdan 3 gün öncə onunla görüşdük və müəyyən kəlmələr, danışıqlar var, mövzuya aid yoxdur. Bu görüşənlər imama qəlbləri yanır. Deməli, qulubuhum mə'ək və suyufuhum əleyk. O getdiyin yerin cəmaatının qəlbi səninlədir, amma qılıncları nədir? Sənə qarşıdır. Yəni, qəlbi sənindir, qəlbində haqq sənsən. Amma qılıncı nədir? Qılıncı Yezidin ürəyi sənindir. Belə, doğru. Qılıncı Yezidindir, amma qəlbi sənindir. Verdikləri vədiyə də əməl eləməyəcəklər. فَأَوْمَا بِيَدِهِ نَحْوَ السَّمَا. İmam Hüseyn əleyhissalam əli ilə səmaya işarə elədi. Bunların, deyək, o bağlı gözlərini açır, səmada saysız hesabsız qoşun görünür. Ədədun la yuhsihim illallah. Allahdan başqa onların sayını bilən bir varlıq ola bilməz. İmam Hüseyn əleyhissalam nə deyir? Ləvla təqarubul əşya. Əşya şey kəlməsinin cəmidir. Əşyaların birinin digərinə yaxınlaşması olmasaydı, bu bir səbəb. İkinci səbəb, və hubutul əcr, ləvla hubutul əcr. Əcrin, mükafatın aşağı düşməsi ehtimalı olmasaydı, ləqatəltuhum bihaula. Bu gördüyünüz qoşundan istifadə eləyib, Yezid və onun qoşununa qarşı vuruşardım. Təkrar eləyirəm. Əşyaların birinin digərinə yaxınlığı və əcrin azalması olmasaydı, o mələkələrdən istifadə edərdim. Onlardan istifadə etməyə əcrimi azaldacaq və əşyalar artıq biri digərinə yaxınlaşıb. O əşyalar biri digərinə yaxınlaşıb başa düşməmişəm. Nə deməkdir? Nəyə işarədir? Qəza və qədərə işarədir, Allahın istəyinə işarədir. Yəni, Allah artıq bunu hətmi eləyib. Bu qaçılası bir şey deyil. Ona işarədir bilmirəm, bu ehtimallardır. Amma ikinci səbəb aydındır. İmam Hüseyn əleyhissalam deyir ki, əcr azlığı. Bütün bu bəhsimizə təzədən qaydaq əvvəlinə. Fi səbilillahla fillahın əcri eynidir, ya fərq eləyir. İstifadə eləsə, cihadın növü olacaq nə? Fi səbilillah. İstifadə eləməsə olacaq nə? Fillah. Əcirsə nə olur? Fərq eləyir. Əcirsə nədir? Fərq eləyir. Allah Taala hər cihadın özünün mükafatını, əcrini verir. İmam da deyir ki, əcrimi azaltmaq istəmirəm. Mənim yerimə, mənim üçün cihad növü seçməyin. Mən özümə cihad növü seçmişəm. Allaha and verirəm, İzzət Cəlalına xatir.
əskərlərimizi hifz amanda saxlasın. Allaha and verirəm İzzət Cəlalına xatir bizi dinləyən mömin möminat və ələl xüsus məscid əhlini Allah Taala özü müvəffəq eləsin. Allaha and verirəm İzzət Cəlalına xatir Allah Taala özü bizləri fi səbilillah məqamında müvəffəq eləsin. Allaha and verirəm İzzət Cəlalına xatir xəstələrə şəfa versin. Allaha and verirəm İzzət Cəlalına xatir əskərlərimizi sağ-salamat öz ailələrinə qovuştursun. Allaha and verirəm İzzət Cəlalına xatir zamanə imamının zuhurunu təcil eləsin. Duaların müstəcab olması üçün Muhammed və Ali Muhammedə salavat zikr edir.